Bismillahirrahmanirrahim. Bəqərə surəsi 3-5-ci ayələr. Təqvalılar o kəslərdir ki, qeybə inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən Allah yolunda sərf edirlər. O kəslər ki, sənə göndərilənə və səndən əvvəl keçmiş peyğəmbərlərə göndərilənlərə iman gətirir və axirətə əminliklə inanırlar. Məhz onlar öz Rəbbi tərəfindən göndərilmiş hidayət yolundadırlar. İzzət tapanlar da onlardır. Ayələrin təfsiri, təqvanın insanın ruh və cismə təsiri. Quran bu surənin əvvəlində insanları İslam dininin qayda-qanunlarını qəbul etmək baxımından 3 fərqli dəstəyə bölmüşdü. 1. Təqvalılar. Onlar İslamı bütün cəhətləri baxımından qəbul etmişlər. 2. Kafirlər. Onlar birinci dəstənin tam əksidir. Öz küfrlərini etiraf edir, İslama qarşı açıq şəkildə mübarizə aparırlar. 3. Münafiqlər. Onlar ikiyüzlü insanlardır. Üzdə müsəlmanlarla bir olsalar da, İslamın düşmənləri ilə əlbirdirlər. Əslində onların həqiqi siması küfürdür. Sadəcə olaraq özlərini müsəlman kimi göstərirlər. Şübhəsiz ki, onların İslam'a olan ziyanı ikinci dəstənin ziyanından daha çoxdur. Buna görə də Quran onlara qarşı daha sərt mövqe tutmuşdu. Yuxarıdakı 3 dəstə təkcə İslam dininə xas olan bir dəstə deyil. Bütün dinlər və cərəyanlarda bu 3 dəstə ilə qarşılaşmaq mümkündür. Belə ki, özlərini bu və digər dinə, cərəyana mənsub bilən şəxslər ya həqiqətən ona bağlıdırlar, ya açıq şəkildə ona qarşı çıxırlar, ya da ikiyüzlülük edərək həmin din və yaxud cərəyanın əleyhinə olduqları halda özlərini onun ardıcıları kimi göstərməyə çalışırlar. Bu təkcə keçmiş dövrdə deyil, bütün dövrlərdə olmuş və indi də belədir. Haqqında danışacağımız ilk ayə təqvalı insanları tanıttıraraq buyurur ki, onlar qeybə, hissə qapalı olana inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən Allah yolunda sərf edirlər. Burada onların 5, qeybə inam, namaz, onlara verilən nemətlərdən Allah yolunda infaq etmək, bütün peyğəmbərləri qəbul etmək və axirətə inam xüsusiyyətlərindən 3-ünə işarə edilmişdir. Aşağıda bu xüsusiyyətləri nəzərdən keçirək. Bu videoda bir xüsusiyyət qeyd olunacaq, növbəti videolarda bütün xüsusiyyətlərə işarə olunacaq. Qeybə iman. Bu ayədə qeybə iman təqvalıların ilk xüsusiyyəti kimi göstərilmişdir. Qeyb və aşkar bir-birinin əksidir. Aşkar hissə qapalı olmayan, qeyb isə hissə qapalı olan aləmdir. Qeyb sözünün leksik mənası örtülü, gizli olan deməkdir. Hissə qapalı olan şeylər də hissiyatımızdan gizli olduğu üçün qeyb aləmi adlanır. Quranda deyilir. O özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allahdır. O rəhman və rəhimlidir. Həşr surəsi 22-ci ayə. Qeybə iman möminin qeyri-mömindən fərqləndirən başlanğıc nöqtədir. Bu mənada səmavi dinlərin ardıcılları dini inkar edənlərdən seçilirlər. Möminlər maddi aləmi aşaraq özlərini bir növ onun 4 divarından çıxarırlar. Onlar bu geniş baxışları ilə bu dünyanın fövqündə duran daha böyük bir aləmlə ünsiyyət qururlar. Onlara qarşı çıxanlar isə insanı heyvan kimi yalnız bu 4 divarda saxlamağa çalışır və bu bataqlıqda çapalamağa sivilizasiya, inkişaf, tərəqqi adlandırırlar. Bu iki dəstənin baxış tərzini bir-biri ilə müqayisə etdikdə görürük ki, möminlər qeybə inanırlar. Onların fikrincə dünya bizim hiss edib gördüklərimizdən daha böyükdür. Bu dünyanı yaradan uca Allah sonsuz elm və qüdrətə malikdir, əbədi və əzəlidir. Dünyanı olduqca dəqiq hesablamalar üzərində yaratmışdı. İnsanlar aləmində ruh onları heyvanlardan tamamilə fərqləndirir. Ölüm heç də yox olmaq mənasında deyil. O insanın təkamül prosesində keçəcəyi bir yol olub, insanı daha geniş bir dünyaya aparır. Materialist yönümlü insanlar isə dünyanı gözlə görə bildiyimiz və təbii elmlərin sübut etdiyi məhdud bir çərçivəyə sığışdırırlar. Onların fikrincə, dünya heç bir düşünülmüş plana əsaslanmayan təbiət qanunları tərəfindən yaradılmışdır. Dünyanı yaradan bu qüvvənin hətta körpə bir uşaq qədər də ağlı yoxdur. Bəşər təbiətin bir parçasıdır. Ölüm hər şeyin sonudur. İnsan öldükdən sonra onun bədən üzvləri parçalanır, yenidən təbiət maddələrinə qarışır. İnsan üçün qətiyyən əbədilik anlayışı yoxdur.
insanla heyvan bir-birindən elə də fərqlənmir. Belə fərqli düşüncələrə malik iki insanı bir-biri ilə müqayisə etmək olarmı? Onların həyatı və cəmiyyətdəki davranışı eyni ola bilərmi? Birincisi haqq, ədalət, xeyirxahlıq və başqalarına yaxşılıqdan vaz keçə bilməz. İkincisi isə sadalanan işlər üçün heç bir əsas görmür. O, bütün diqqətini yalnız dünya həyatına yönəldir. Buna görə də həqiqi möminlər arasında təmizlik, paklıq və qardaşlıq, materialist düşüncəlilərin hakim kəsildiyi aləmdə isə imperializm, istismar, qarət hökm sürür. Sözü gedən ayədə qeybə imanın təqvanın başlanğıc nöqtəsi kimi göstərilməsinin səbəbi də məhz budur. Qeybə iman dedikdə, bunun yalnız Allah Taala'nın müqəddəs zatına, yoxsa daha geniş məfhum kəsb edərək vəhi, axirət aləmi, mələklər, ümumiyyətlə hissə qapalı olan hər şeyə şamil olması təfsirçilər arasında mübahisəli məsələlərdəndir. Qeybə iman, təqvalı insanlarla kafirləri bir-birindən fərqləndirən başlanğıc nöqtə olduğundan belə başa düşülür ki, burada qeyb daha geniş mənada nəzərdə tutulmuşdur. Üstəlik, ayədə bu söz mütləq heç bir qeyd şərti olmadan verilmişdir. Əhl-i Beyt əleyhissalamdan nəql edilmiş bəzi hədislərdə sözü gedən ayədəki qeyb kəlməsinin indi də sağ olan və qeybdə yaşayan 12-ci imama aid olması fikrinə gəlincə, bunun yuxarıda dediklərimizlə heç bir ziddiyyəti yoxdur. Çünki növbəti videolarda qeyd edəcəyimiz kimi, hədislərdə qeybin müxtəlif mənalarla yazılması onun ayrı-ayrı nümunələrinə işarə edir. Bu o demək deyil ki, qeyb yalnız konkret bir hədisdə deyilən mənadadır. Həmin hədislər sadəcə olaraq qeybə imanın necə geniş məna kəsb etdiyini açıqlamaqla yanaşı, hətta qeybdə olan imama inanmağa da şamil olunur. O da istisna edilmir ki, qeybin geniş mənaya malik olması gələcəkdə onun digər nümunələrini də meydana çıxartsın. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.